gecəsi, yəni çox birincisi Qədr deyəndə, yəni o gecənin adıdır sözsüz ki. Və Qədr ümumiyyətcə onun adlanması, yəni bir neçə mənası var. Yəni bir mənası o ki, onun məkanı, mənzili bildirilir, yəni uzaq. O gecənin. Və yaxud da ki, o gecə bütün əzəl və qədərlərin yazılan gecəsi. Yəni o gecə insanın əməlləri, qədərləri və o ildə yəni ona nə baş verəcəksə hamısı bu ildə. Necə Allah Subhanahu taala bildirir Duxan surəsinin 4-cü ayəsində. Fihə yufragu kullu əmrin hakim. Hər bir hikmətli iş o gecə ayırıb edilir. Yəni diqqətlə olasın, qardaşlar, inşallah ki, faydalı olar. Yəni hər bir halda istər bu mənada olsun, istərsə ki, bu mənada olsun, yəni bu gecənin əzəmətliyidir. Yəni əzəmətli bir gecəyə dəlalət edir. Yəni bu necə Şeyx Fovzan Həfizullah qeyd edir. Yəni bu ayənin təfsiri Qədr surəsi. İnşallah onu götürəcək Allahın izni ilə. Yəni o gecə 1000 aydan daha xeyirlidir. Yəni o gecə elənən ibadət yəni 1000 aydan daha xeyirlidir. Demirəm 1000 aya bərabərdir. Ondan daha xeyirlidir. Ondan daha xeyirlidir. Amma mütləq nə? O gecədə ki, o gecədə Qədr gecəsi yoxdur. Yəni Qədr gecəsi olsun çünki təzədən 1000-ə vurulur. Yəni Qədr gecə olmayan gecələrdən 1000 aydan daha xeyirlidir. Və burada ki, insana artıq necə? Bunun artıq elə belə Allah Subhanahu bildirməsi ki, bu gecədə bu qədər belə xeyirlər var və insanın bütövlüklə gecəni yatması və yaxud da ki, elə yeməklə həddinin artıq yeyib özünü ağırlaşdırması nə olacaq? Gətirib əlbəttə ki, ona çatdıracaq ki, yiyəcək çoxlu, içəcəkdir və sonra nə olacaqdır? Yatacaqdır, yuxu gətirəcək. Hər şeyi öz miqdarında eləyəcəksən ki, o gecədən tam şəkildə istifadə eləmək üçün. Özünü hazırla da Allahın izni ilə. Yəni birimizə desələr ki, 10 gecə belə bir şey eləyəcəksən, məsələn, o 10 gecədən sonra sənə məsələn, nə bilim, olubsun içində bir başqa pul verəcəklər, yəni bir başqa dollar verəcəklər. Peki biz gündüzlərlə yatmarıq. Yəni, indi düzdür qarşı, yəni necə görürsən ki, burada mənfiyyət var da. Sən 10 gün zərər yoxdur, 10 gün içirdim, bir başqa da alacam. Sonra bir həftə 10 gün belə yataram da, uşaqlarla bir illik azuqəsi var, misallar. Amma burada qardaşlar, vallahi ki, ondan daha qat-qat xeyirli vəz verilir. Qat-qat xeyirli. Qat-qat. Ola bilər, sən orada elə bir dua eləyərsən ki, sənin bütün həyatın yox, sənin zürriyyətinin belə həyatı dəyişər. Sənin belindən qiyamətə kimi gələnlərin hamısının. Bəli, bir dənə bir dua.